salli ala Muhammed ve ala Muhammed ve ettel. Elbette okuyanda haber versin değil mi? Ben de dilimde. İslam meşgul ediyorum. Okuyorlar. Sevgiler diyarında dertli bir hanım gördüm. Hayat sırtına vurmuş, beli bükülmüş gördüm. Hasretin çöl güneşi yüreğini yakmıştı. Namaz kılarken bile diz üstüne çökmüştü. Dertlerinin maşakuna anlatıyordu Zeynep. Bir de daha eklendi, koydu sırtına Zeynep. Kara haber çanları çalıyor, ıssız çölde. Bir mersiye okundu, çok acı esen yelde. Dediler su istedi, başsız beden düşende. Şehadet okuyordu, Hüseyin can çekişende. Saçlarına ak düştü, beli büküldü Zeynep. Sen doğduğun zaman doğdu adeta, hüzünler, belalar fani dünyada. Sabır, rıza senin ikiz kardeşin, yiğitlikte olmaz yiğitler eşin. İlmin bir deryadır, ustadın Zehra, senden aldı zinet baban Murteza. Övünür adınla senin her kadın, zalimler titretir mukaddes adın. İzzet namin ile eder iftihat, iffet senin ile buldu itibar. Kerbelasız mən nə eylərəm Hüseyin, necə qəlbim edib verəm Hüseyin, özün hətmən Kerem Hüseyin ölürəm Muhammed Ali Muhammed Selavat. Allahümme salli ala Muhammed ve ala Muhammed ve ettel. Tamam oldu. Salavat ihsan ediyor. Allahümme salli ala Muhammed ve ala Muhammed ve ettel feracahum. Ölenleri yad ele salavatla. Allahümme salli ala Muhammed ve ala Muhammed ve ettel feracahum. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Ve ya Rahmanu ya Rahim. Elhamdülillahillezî la yablughu mithatehu'l qailun. Ve la yuhsin emâ'ehul âddûn ve la yuaddi hakkahul muctehidûn ellezî leyse li sıfatihi haddun mehdûd ve la natun mevcud feterel halâige bi kudretih ve neşerer riyâha bi rahmetih. Vessalatu vesselamu ala eşrefi mehlukatih Seyyidina ve seyyidel mursalin
العبد المؤيد والرسول المسدد المحمود الأحمد أبي القاسم محمد صل على محمد وآله والصلاة والسلام على وليه ووزيره والأئمة الميامين من ذريته واللعنة الدائمة على أعاديهم ومنكر فضائلهم ومناقبهم آمين يا رب العالمين. قال ابن عباس هي عقیلتنا عقیلت بنی هاشم. bir salavat ihsan ediyorsun. اللهم صل على محمد وآله Bugün hala Recep ayının 15'inde vardı ki Hazreti Zeynep şehit olan günlerdi. Hala biraz o günler olmadı 15'inde. Bugün bu toplantı, bu program Hazreti Zeynep Kubra ki Ağa Emirülmümininin kızı, Peygamber Ekrem'in torunu ve Fatıma Zehra'nın kızı ve Kerbela'nın kahramanı ve İsmet-i Soğra Hazreti Zeynep, Arapçan Zeynep yani babanın bezeyi. Babanın yani baba ki aleme bezehdi ama bu hanım Zeynep ne derecededir ki Ağa Emirülmümininin bezeyi hanım Fatıma Zehra'nın bezeyiydi. Zeynep Arapçan yani babanın. Hazreti Zeynep 57 sene yaşadı. Bayanıdır. Bilirik hepimiz ve Kerbela'da olup ve bir sene hala vardı ki 6 ay Kerbela'dan sonra ondan sonra şehit oldu hanım Zeynep. Ama hanım Zeynep'in Peygamberin ya hanım Fatıma Zehra'nın uşaqlarından, kızlarından vardı. Ama hiçbiri bu dereceye, bu megama, bu değerliye çatmayıbdı. Hanım Fatıma Zehra'nın böyük, yani üçüncü ovladı, birinci İmam Həsən, İmam Hüseyin ikincisi ve üçüncüsü hanım Zeynep idi. Hanım Zeynep, hanım Zəhra, Hazreti annesi Zəhra vefat ediyende, şehit olanda 7 yaşı vardı. 7 yaşında annesi ve Allah Muhammed oğlu Muhammed'in hürmetine bu ikramlar hakikaten onlar ki əməkləri olurlar, ablalar, bacılar gelməkdə, olmaqda bu əimməmiz bir böyük nimət. Bunlar bahanədirlər ki hem bu dünyada verərlər, hem qarşısı, hem ahirətdədir. Qarşısı qiyamətdə deyəcəksən keşke dünya boyu bu meclisler olaydılar. Ben orada katılıydım, olaydım. Merhum Ayetullah Gazi en büyük ulemalardan idi. Ovliya idi. Bunu rüyada görürler. Deyirlər, ne arzum var? Deyir, arzum budur ki İmam Hüseyin'in meclislerinde olaydım ben. Yani bir defa, 2 defa, 3 defa Allah bilir ki bunların ve özellikle hanım Zeynep, hanım Fatıma Zehra'nın birinci kızı ama
Hala ismilərin Əqilətu Bəni Haşim. İbn Abbas Hanım Fatıma Zəhra bir xutbə buyurdu. Bu Fədəh olayında. Fədəh olayında bir xutbə buyurdu. O xutbə həqiqətən imamdan sonra başqa adam eləyə bilməz onu deyə. Hala burada vaxt yoxdur ki, onun o xutbənin haqqında mən söhbət edeyəm. İbn Abbas Peyğəmbərin əmisi oğlu ən böyük müfəssirlərdəndir, təfsir yazanlardandır Qurana. O deyəndə dedi, qalət əqilətuna Zeynəb. Əqilətu Bəni Haşim. İbn Abbas ən böyük ağa Əmirülmümininin məhzərində böyüyüb və müfəssir, təfsir deyən deyir, əqilə yəni ən böyük aqilə, akıllı ki, o deyir, əqilətu Bəni Haşim. Bəni Haşim ərəbin içində ən yüksək bir ailə, birinci ailə idi, Peyğəmbərin ailəsi idi. Yəni dədələri, babaları Bəni Haşim və ağa Əmirülmümininin xanımı Cənab-ı Fatimə binti Əsəd də o iki tərəfdən Bəni Haşimə yeyir. Həm babadan, həm annədən. Peyğəmbərinki yalnız babadandır. Amma Əmirülmüminininki, İmam Həsəninki, bunlarınki Bəni Haşimdən həm annədən və həm babadan Bəni Haşim idilər. Cənab-ı Fatimə binti Əsəd o da hər iki tərəfdən idi. Deyir, Bəni Haşim kendisi özü bəzək idi Məkkiyə, Kəbiyə. O deyir, Bəni Haşimin aqiləsi, akıllı xanımı. Bizim İbn Abbas ən böyük müfəssirdir, təfsir edəndir. Deyir, bizim təfsir deyə, bəli. Bu, bizim ailəmizin, yəni bizim akıllı Həzrəti Zeynəb bu şəkildə xutbəni buyurdu, annəsi Fatimə Zəhranın. Biri aqilə idi, aqilə-i Bəni Haşim. Ləqəblər ismi budur, Zeynəb idi. Ləqəblərindən biri budur ki, İsmətül Soğra. Yəni məsumudur. Amma məsum dərəcəyi məsumların, imamların dərəcəsində yox. Xanım Fatimə Zəhra İsmətül Kubra idi. Yəni ən böyük. İmam Sadiq buyurur ki, biz cəmaətə imamıq və bizim də imamımız annəmiz Fatimə Zəhradır. Həzrəti Zeynəb aynı İmam Hüseyin kimin İmam Hüseyin nə türlü Kərbəlada olayı olmaqlığı Peyğəmbərin dinin istəyirdilər yer üzündən qaldırsınlar. İmam Hüseyinin qanı Peyğəmbərin dinin həyat verdi, diritdi. Aynı şəkildə də Həzrəti Zeynəb ikinci İmam Hüseyin idi Kərbəlada. Yəni, əgər Həzrəti Zeynəb olmayaydı, İmam Hüseynin şəhadətindən xəbər olmayacaqdı. Elə bir gizlin halında, bəli, İmam Hüseynin oğlu İmam Hüseyin şəhid oldu. Hala bilinəcəkdi, bilinməyəcəkdi. Amma bu yayım xanım Fatimə Zəhranın qızı Həzrəti Zeynəbin bərəkətinədir. Kim deyir ki, İslamda xanımlara dəyər verən yoxdur? Kim söylüyor bunu? Aya bayana İslamda, İslamdan bir başqa din vardı ki, dəyər verən? Həzrəti Zeynəb İmam-ı Hüseyin imam-ı zamandı. Amma dərəcəsi, işi gördüyü, yaptığı İmam Hüseyinlə aynı şəkildə bir dərəcədə hərəkət edirlər. İmam Hüseyin o qədər İmam Hüseynə bağlı idi ki, İmam Hüseyin xanım Zeynəb çocuğudur, sütəmərdi, sütəmər uşağı idi, 3 ayında, 5 ayında, 6 ayında. İmam Hüseyin gələndə, baxanda
birdən ayrılanda bu ağlardı. Ağlamaqlığa qutulmazdı. Ta gətirərdilər İmam Hüseyni görəndən sonra, ondan sonra sakitləşərdi. Yəni, o çocuqluq zamanından Həzrəti İmam Hüseynə bağlı idi. Baxardı, İmam Hüseynə bir dənə bir ayrı aləmlə çocuq, bir sütəmər çocuq nə anlayır? Amma ona elə ki, onu ayrılsaydılar, bir dəqiqə ayrılanda Xanım Zeynəb axırlı hökürtmə ağlardı. Elə ki, görərdilər ki, Xanım Zeynəb İmam Hüseyn gələrdi, dayanardı onun yanında, bir yol ondan sonra gülərdik İmam Hüseynin üzünə. Evlənəndə Xanım Zeynəb əmsinin Cənab-ı Cəfərin gəlini oldu. Abdullah ibn Cəfərin oğlu. Bunu alanda Ağa Əmirül-Müminin şərt qoydu. Buyurdu ki, şərti budur ki, mənim qızım Zeynəb İmam Hüseynə çox bağlıdır. Hər zaman istəyər, ondan gedə, ondan ola, onu ziyarət ediyə, ona görə izin verəsən. Axı, şərən budur ki, hətta bayana bir salavat ehsan elə. Allahümme sallallahu ala Muhammed. Qocanın haqqı, bayanın haqq boynunda çox-çoxdur. Amma bu tərəfdən evində deyər ki, qarısına deyər ki, mənə bir bardaq su getgə, əmr eləyə bilməz, haqqı yoxdur. Deyə mənə yemək yap kinan, gərək yeməyimi yapasan, haqqı yoxdur. Mənim əlbisəmi məsələn hazırlıq yap, haqqı yoxdur. Amma bu yapbaqlıq ki var, bu anlaşmadır, şərən, İslamən. Amma bu tərəfdən də qocanın haqqı fazladır. Amma evdə deyəməz ki, sən niyə mənə yemək yapmayıbsan? Mənə bir bardaq su getdi görüm. Əmr eləyəməz. Bu yoxdur. Burada amma Həzrəti Zeynəbə şərt eləyir, deyir, bu şərtinlə ki, əgər İmam Hüseyn, oğlum İmam Hüseyn istərsə, qızım istəsə onu geçsin, görsün, gərək izin verəsən. Onlar da qəbul elədilər. Onlar da qəbul elədilər. Xanım Zeynəbin, yəni o ailədə böyünüb ki, Ağa Əmirül-Müminin öyrətmənidir. Xanım Fatimə Zəhra öyrətmənidir. İmam Həsən, İmam Hüseyn, alimlərdən biri bir böyük, biri biraz elmi fazlalanır. Elmi fazlalananda qurur gəlir buna. Böyük alimidir. Deyir ki, kendi kendine söylür ki, mənim də elmim elə o qədər çatıb, o dərəcəyə çatıbdır ki, Həzrəti Əbülfəzsən mən bilirəm, bəlkə ondan da çoxam. Zehninə bu gəlir. İnsandır da, insan oğludur. Gecə rüyada görür ki, Ağa Əmirül-Müminin, Həzrəti Əbülfəz, İmam Həsən, İmam Hüseyin oturublar. Cənab-ı Əbülfəz deyir ki, baba, bu ağa, bu alim deyir, mən Əbülfəzdən ondan məsələn elmim çox ola. Çünki Əbülfəz, Həzrəti Əbülfəz imam deyil. Deyir, olsun, deyin görüm öğretmenləriniz kimdir? Bu alimə deyir, Həzrəti Əbülfəz deyir, baba, desin, söyləsin ki, öğretmenləri, bu alim başlayır, mənim filan kəsdən öyrəndim, filan kəsin dərsində oldum, bu 40 sənə, 50 sənə oxudum, bu dərəcəyə çatdım, müştehidlik dərəcəsinə. Ağa Əbülfəz də buyurur ki, oğlum, sən də yinən görüm. Sənin öğretmenin kimdir? Deyir ki, baba, bir dənə birinci öğretmenim sənsən. İkinci öğretmenim ağabeyim İmam Həsəndir, üçüncüsü İmam Hüseyndir. Bu yuxudan qalxır, görür ki, çox hata yapıbdır. Xanım Zeynəb öğretmeni Ağa Əmirül-Müminin Fatimə-i Zəhra və Xədicətül Kubra idi. Xədicə-i Kubra hala yoxdur o zamanında. Amma onun hala ruhen Xanım Fatimə-i Məsumənin, Həzrəti Zeynəbin ləqəblərindən
biri alimi qeyri-müəlləmi idi. Yəni alim axı bəzi adamlar xub oxurlar, amma o alim idi. Özü də öyrənməmişdi. Yəni Allahın tərəfindən elmi yağılmışdı bunun sinəsinə. Olur, onlar bəzi adamlar görürsən Qur'anı əzbərləyirlər, bəzi adamlar görürsən ki Allah tərəfindən Xanım Fatimə Həzrəti Məsum, Həzrəti Zeynəb Salamullah Əleyhanın dərəcəsin alimi qeyri-müəlləmi idi. Ağa İmam Zeynul Abidin əleyhissalatu vesselam. Gəldilər, elə ki əmr idi ki Həzrəti Zeynəb də illa gərək Kərbəlada ola. İlla gərək Kərbəlada ola. Bu istəyirdi ki İmam Hüseyin gəlsin Kərbəlaya. Qocası Cənab-ı Abdullah dedi ki sən getmə, sən niyə gedirsən? Dedim mən olmaz, imkanı yoxdur, mən gərək İmam Hüseyinlə gərək bərabər olam. Hərəkət elədi, gəldi. Çünki Peyğəmbər əmr eləmişdi. Xanım Fatimə Zəhra əmr eləmişdi. İmam xanım Zeynəbin musibətləri Həzrəti Firavunun xanımı cənnət 4 dənə aləmin bayanlarından biri Həzrəti Asiyədir. Yəni insan görərsən bir dərəcəyə çatar, o dərəcədən sınırdan çıxanmaz. Amma bəzi adamın dərəcəsi sınırsızdır. İnsanı Allah Teala bağışlayın birdən heyvan, at məsələn, atı nə qədər tərbiyə eləsin, atlıqdan çıxanmaz, elə atlığında qalar. Qoyun qoyunluğunda olar. Başqa heyvan mərkəbliyində, amma insan tərbiyə ola, insan bir məqamə çatar ki, uluhiyyət Allahın dərəcəsinə çatar. Demirəm Allah olar ha. Allah hədis-i qudsuda buyurur ki, ya ibadi ətini hətta əcələkə məsəli. Da bunda demir bayan bu dərəcəyə çatanmaz. Gərək insan məsələn erkek ola bu dərəcəyə çata. Fərq eləməz. İnsan bayan olur olsun, ya diyarı olsun, kişi olur olsun, hər kəs olur. Bir dərəcəyə çatar ki, Allah Teala buyurur ki, ya ibadi, sən mənim xəlifəmsən. İnsan oğlu bu yaranmış, demir yalnız məsələn erkəklər ya kişilər mənim xəlifəmdir, deyir. Bu insan oğlu bayan olur olsun, ya hər halda hər kim olur olsun Allahın xəlifəsidir. Ətini hətta əcələkə məsəli. Mənə ibadət ediyorsun, ta sizi mən o dərəcəyə qərar verim ki, öz dərəcəmdə. Deyir, bir deyin, əmr ediyorsun, bu işi olsun. Xanım Zeynəb imam deyirdi. Xanım Fatimə Məsumə deyirdi, amma xanım Fatimə Zəhranın kopusiydi. İsmət-i Soğra idi. Yəni məsumə idi. Bir dərəcəyə çatmışdı ki, əgər Kərbəlada İmam Hüseynin Kərbəlasında xanım Zeynəb olmasaydı, İmam Hüseynin o hərbi, o şəhadəti sönərdi. Amma bu müsibətlər Həzrəti Firavun Asiyə, Həzrəti Asiyə o qədər zülm elədir ona. Doydu dünyadan. Asiyə ki dünyada 4 dənə bayanlardan biridir. Dedi ilahim, məni Firavunun əlindən nəcat verginə. 4 dənə bayan, Həzrəti Məryəm, Həzrəti Asiyə, Həzrəti Xədicə, bunlar dünyanın ən böyük bayanlarındandır. Amma Həzrəti Asiyə o Firavunun zülmündən yorulur. Deyir ilahim, məni bunun əlindən nəcat verginə. Amma xanım Zeynəb o musibətləri ki Kərbəlada gördü, Yezid bir baxdı xanım Zeynəbə, dedi ki, var İbn Ziyad da bu sözü dedi. Dedi Allahın zatları ilə necə gördün, Allah necə elədi sizi, yəni həfizi, dedi Allahın əməlləri çox yapdıqları çox gözəl idi. Yəni istəyir deyək ki,
Allah sizi şəhid elədi. Budur şəhid oldular. Orada buyurdu ki, nə gözəl idi bunlar, bu şəhadətlər. Xanım Zeynəb orada Həzrəti Asiyə kimin demədi, ilahim məni öldürgünən İmam Hüseynin o qan halında görmüyür. Xanım Zeynəbə bir dənə Xanım Fatime-i Zəhra sifariş edir. Amma hamısının bu müsibətləri insan görür da, deməklə bitməz ki, bu müsibətlərin hepsində bir kəlmə olmayıbdır ki, Həzrəti Zeynəbin buyurduqlarında bir söz olsun ki, məsələn, insan ehsas elədin ki, bəli, xanım doyubdur, məsələn, bu müsibətlərdə. Vardı ki, xanım Zeynəb-i Kubra salamullahi aleyha, İmam Zeynul Abidin, ya xanım Zeynəbin müsibətləri bir dənə, iki dənə dərdi. Anası Zəhranın şəhadətində oradaydı. Xanım Fatime-i Zəhra Peyğəmbərdən sonra kaç səni ağladı. Gecə gündüz annəsi Fatime-i Zəhra ilə vardı. Əmirül Mömininin şəhadətini gördü. İmam Həsənin şəhadətini gördü. İmam Həsənin o məzlumiyyətin, amma bunların bu qəhrəman Âl Bəni Haşimidir. Amma Kərbəlada da ki, o ravi deyir, andolu Allah'a, vardı ki, Mədiniyyədə gələndə, axı Kufədə olanda xanım Zeynəb xub xəlifənin qızı idi. Ağa Əmirül Möminin Kufə əhlinin xəlifəsi idi. İslam aləminin ən böyük imperatori İslamın ağası idi Əmirül Möminin. Bunun qızı da bu halda tanımadılar, Kufə əhli tanımadı. 10-15-20 günün içində, bir ayın içində xanım Zeynəb bir hala düşmüşdü ki, o musibətlərlə ki, tanımadı cəmaət bunu. Xanım Zeynəbin hansı musibətlərin insan desin, amma bununla belə xanım Zeynəbi şəhadətə yetirdilər. Normal halında gəldi Mədiniyə. Mədiniyə gələndə gecə gündüz ağlayırdı ağa İmam Hüseynə, Əbulfəzl Əbbasa. Bəni Ümeyyə bunu buradan qovzad elədilər, sürgün elədilər, apardılar yenə Şama göz altında saxlasınlar. Amma xanım Zeynəbin o Kərbəlada ki, hansı halına baxır, deyir, ravi deyir, baxdım bir xanım Zeynəbə, bu da İbn Ziyadın əskərində olurdu. Deyir, gördüm, xanım Zeynəb baxanda İmam Hüseynin o qanlı bədəninə, o başı mübarək baş bədənindən ayrılıb ona nazır idi, görürdü. Görə İmam Hüseynin mübarək başın xanım Zeynəbin qarşısında başını kəsirlər. Xanım baxa Həzrət Əliyə Əsqəri o mübarək boğazını oxuna neyzi ilə oxuyurlar. Xanım görə baxır, görür Əbulfəzl Əbbasın mübarək qolları qələm olur. Xanım görə İmam Həsən-i Müştəbanın oğlu Cənab-ı Qasimi bunun üzərində yanında şəhid eləyirlər. Hansı musibətlərin birindən, amma bunların da birindən hamı daha fazla xanım görə xeymələri ateş ilə yaxırlar. İmam Zeynul Abidin əleyhissalatu vəssalam xəstə halı idi. Deyir, gördüm bir uca boylu xanım, o xeymələr yaxırır, yanır. Özün vurdu o xeymənin içine ateşin. Dedim, Allah bu kimdir? Xanım Zeynəb kendisini vurdu ora ki, İmam Zeynul Abidini o xeymələrdən bunu çıxartsın, yanar xeymələrdə. Yanar xeymələri, orada İmam Zeynul Abidini Həzrəti Zeynəb orada nəcat verir, qutarır. Bu müsibətləri kimdad edə bilər? Gəlir, baxır, qətliqahidə, deyir, baxdı, gördü İmam Hüseynin o yaralı bədənin tanımadı. Baxdı bir sağa, sola, gördü bir bədəndən, yaralı bədəndən səs gəldi ki, Zeynəb, Hüseynim mənəm. Qollarını açdı, vardı ki, xanım Zeynəb o bədəni, vardı ki, İmam Hüseynin 900 yara dəymişdi İmam Hüseynin mübarək bədəninə. Qollarını açdı,
bir göv səmtinə səsləndi ya Resulallah. Salam olsun sənə ya Resulallah, bu sənin Hüseynundur. Bu sənin Hüseynundur, öz kəndi qanına qəltan olubdur. Amma İmam Hüseynin bu musibətlərindən belə İmam-ı Zeynul-Abidin'dən sorurlar qeydəndən sonra Mədiniyə Yəbnə Resulullah hansı musibətlər çoxudur? Həzrət buyurdu ki Əşşam, Əşşam, Əşşam. Şamda bu aileyi Peyğəmbərə bu qədər hörmətsizlik, saygısızlıq yaptılar. Amma bir dənə də özünə kendisine xanım Zeynəb Esselamu aleyki ya Əba Abdillah ve alel erbahilleti halled bifinaik aleyke minni selamullah ebeden ma begitu ve begiyel leylu ve nehar. Vardı 17 tane şühedai Kerbela'nın, o mübarek başları mezrekteydiler. Ama Kuf Şam'den görürdüler ki İmam Hüseyin'in mübarek başı mezrek başında. Hanım Zeynep bakanda gördü İmam Hüseyin'in o mübarek başı, dodakları terbeşir, Kur'an okuyor. Hanım Zeynep görende üzün bir yalına bir sille vurdu, bir tokadla kendin sesledi. Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. Zeynep'in gönlü hale kalıp ya Allah, ya Allah. Ama Yazid'in de mehzerinde kanım o kadar hakaret olur. İmamın 40'ında da gelende, 40'inde gelende Cabir ibn Abdullah Ensari Hazreti İmam Hüseyin'in Kerbela'da katligahinde oturup kabrinin kenarında İmam Zeynul Abidin buyurdu, ya Cabir çekil emmem Zeynep gelsin. Hanım Zeynep geldi, özün saldı İmam Hüseyin'in o pozgun kabrine. Ya Allah, sesledi ya Hüseyin, ya Hüseyin. Balaları ve emanetleri getirmişem ama balaları yenen hecalet emmel. Hamımız diye ya Zeynep, ya Zeynep, ya Zeynep, sesime kurban. Ya Zeynep, ya Zeynep. Allahümme. Sağ. Hazreti Zeynep'le beraber tüm ölenlerimizin ruhlarının şadlığına salavat inşallah. Allahümme salli ala Muhammed. Hacı Ağa'nın dediği gibi Hazreti Zeynep'in hangi nüsibeti değilsin, hangi nüsibetin ağlansın, hangisinden başlansın, denizler mürekkep, ormanlar, ağaçlar, kalem olsa Hazreti Zeynep'in müsibetini dile getirmek imkansızdı. Biz de ona göre de Hazreti Zeynep öz dilinden kendi kendine sorur. Men aziz Fatime idim. Men aziz Fatime idim dünya. Mənə hürmətin niye olmadı? Ölürəm kenar idi gurbette. Başım üstə gələn olmadı. Hüseynim gelmez, Həsənim gelmez. Gözüm yolda, Abbasım gelmez. Əkbərim gelmez, Qasımım gelmez. Mənəm Zəhra, niye gelmez? Bitmez dertlerim diyem kem bekem. Vətənsiz Zeynep ne yana gedem. Hayana müsafirem, müsafiret etmişem. Mənlə hem qədəm olub bəla. Zeynəbəm
Nəva eylərəm dildə, həsrətin dərdi qaldı ürəkdə. Ölürəm qardaş bu qürbət eldə, başım üstə gələn olmadı. Ey qəhrəman Kərbəla, canlar qurban Zeynəbə. Ya Zəhra, ya Zəhra, can Zeynəbə de vaveyla. Ya Zəhra, ya Zəhra, can Zeynəbə de vaveyla. Mən Zeynəbəm can üstəyəm. Mən Zeynəbəm can üstəyəm. Canan gözlərim. Yedi qardaş bir anam, Zehraya gözlərim. İlahi yedi qardaşım başım üstə gəlmədi. Hüseyin kəfən gətirmədi, Abbas kəfən gətirmədi. Gözlərim yolda qaldı, Hasan kəfən gətirmədi. Can sinədə söylərdi, nənəm Zəhra gəlmədi. Zeynəbəm can üstəyəm, cananı gözlərim. Yedi qardaş bir anam, Zəhranı gözlərim. Ah ilə dil dağlaram, qüssədən qan ağlaram. Gəlmir Hasan yanıma, cananı gözlərim. Zeynəbəm vardır yeri ahi cəhanda dağlasın. Bu bədəndə can çıxanda gözlərim kim bağlasın? Nə anam var, nə bacım, oxşasın qan ağlasın. Doktoranı sərvəri, bədxani gözlərim. Zeynəbəm, mən Zeynəbəm, kərb-ı bəladə, ahu veyladan doydum. Amma Kərbəladan doymadım. Gözlərim yolda qalıb, gəlmir Hüseynim. Yanıma can çıxanda o şəhid, Ətşanı gözlərim. Zeynəb, 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 Zeynəb. Qalx sinə vuran. Zeynəb, Zeynəb. Zeynəb, 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 Zeynəb. Zeynep, 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 Zeynep. Bir daha. Zeynep, Zeynep, Zeynep. Zeynep, 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 Zeynep. Bir daha. Zeynep, 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 Zeynep. Zeynep. Zeynep, gözü yoldayam, hani bir gelen, ölürem Hasan, ölürem Hüseyin. Bacızam mənə getirin kefen, ölürem Hasan, ölürem Hüseyin.
Zeynep, Zeynep, Zeynep. Zeynep, 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 Zeynep. Bir daha. Zeynep, Zeynep, Zeynep. Zeynep, Zeynep. Ne kadar yazıp yazımı gera gelemi geza bu kadar məni Xətər oldu Zeynəb ələm qədəm hara getdim olmadı məni Nə bəlalı çöl mənə qəbr olub nə Mədinə torpağı mədfəni Bacı zamənə Gör vətən ölürəm Həsən ölürəm Hüseyn Zeynəb 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 Bir daha Zeynəb 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 Zeynep, 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 ne rava çıra bir muhabbetin bu çetin zamanede yanmasın. Öz mənə yetirin bu can yorulan beden de yuvanmasın. Kefen istedim beni affedin Bu sözüm Hüseyin'e dokunmasın O yatıbdı qəbrdə bir kefen Ölürəm Həsən ölürəm Hüseyin Zeynep 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 bir daha Zeynep 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 iki monisim iki hemdemim iki afıtabım esen sözüm İki serverim, iki dilberim, iki hoş sözüm, iki öz sözüm. İki kardeşim, iki sevgilim, biri sağ gözüm, biri sol gözüm. İki muridip deyip ağlaram, ölürəm Həsən, ölürəm Hüseyin. Zeynep, Zeynep, Zeynep. Zeynep 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 bir daha Zeynep 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 Kalbime yazmış Allah aşıker bu belayı Esire eşkem Mevla Zeynep ker bu belayı Zeynep ker bu belayı Kalbime yazmış Allah aşıker bu belayı Esire eşkem Mevla Zeynep ker bu belayı Zeynep Gülbam oldu viran Gem gülü ker bu belayem Divane oldun nalan Bülbülü eşku belayem Bülbülü belayem Secdede geçsin ömrüm Her gece zikrim Mevla Türbetin oldu mührüm Mihrabı eşkim Mevla Mihrabı
Mevla kalbime yazmış Allah. Esir eşkem Mevla, Zeynep ker bu belayı, Zeynep ker bu belayı. Başıma indi gökler, kıyamet oldu Mevla. Boynuna değen hencer, ömrüme değdi Mevla, ömrüme değdi. Aşkına alem kurban, Hüseyin Metşan Mevla. Dilimde ismin her an, gönlüme sultan Mevla, gönlüme sultan Mevla. Kalbime yazmış Allah, aşıker bu belayı. Esir eşkem Mevla, Zeynep'i, Zeynep'i. Lay başımda esti yeller, fırtına tufan Mevla. Aşkıma şahit çöller, çöllere düştüm Mevla, düştüm Mevla. Kerbela rahlem oldu, kitabı sensin Mevla. Kerbela kıblem oldu, mihrabı sensin Mevla. Mevla kalbime yazmış Allah, aşıker bu belayı. Esir eşkem Mevla, Zeynep ker bu belayı, Zeynep belayı. Kalbime yazmış Allah, aşıker bu belayı. Esir eşkem Mevla, Zeynep ker bu belayı. Zeynep'i nece benim üzüm gülsün, gör ne ezalı Zeynep'em. Nece benim üzüm gülsün, gör ne ezalı Zeynep'em. Kardeş Hüseyin bacın ölsün, sene vefalı Zeynep'em. Kardeş Hüseyin bacın ölsün, sene vefalı Zeynep'em. Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay. Gane dönüptü yüreğim, bu çölde yoktu kömeğim. Gane dönüptü yüreğim, bu çölde yoktu kömeğim. Bu feleğe men ne diyeyim, dilde nevalı Zeynep'em. Bu feleğe men ne diyeyim, dilde nevalı Zeynep'em. Hüseyin'im vay, 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 Hüseyin'im vay. Mene Belfez bacısıydım, mene Belfez bacısıydım. Hüseyin'in eşk-o nazıydım. Medine'de saye salan Heydər o Zəhra kızıydım. Medine'de saye salan Heydər o Zəhra kızıydım. Hüseyin'im vay, 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 Hüseyin'im vay. Felek beni yaman vurdu, Gülistanım hezan oldu.
felek beni yaman vurdu. Gülistanım hezan oldu. Güneş sönüp ay tutuldu. Dünya mənə zindan oldu. Güneş sönüp ay tutuldu. Dünya mənə zindan oldu. Hüseynim vay 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 vay Hüseynim vay derd elinden kocalmışam derd elinden kocalmışam alemi eşke yalmışam alemi eşke yalmışam məni atıbdı Hüseynim tenha çöllerde kalmışam məni atıbdı Hüseynim tenha çöllerde kalmışam Hüseynim vay 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 Gedib Hüseyin aya belfez Gedib Hüseyin ya belfez İmdada gel ya belfez İmdada gel aya belfez Gözyaşımı kimse silmez Çaşerim çaresizem aya belfez Gözyaşımı kimse silmez Çaresizem aya belfez Hüseynim vay 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 Bacını sen de atıpsan Bacını sen de atıpsan Nehri elgamde yatıpsan Alem Hüseyin'e ağlıyor Sen Hüseyin'i ağladıpsan Alem Hüseyin'e ağlıyor Sen Hüseyin'i ağladıpsan Hüseynim vay 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 Xeymelere od vurdular Xeymelere od vurdular Küllü göğe savurdular Küllü göğe savurdular Çöle dağıldı ahular Feryat salıp korkurdular Çöle dağıldı ahular Feryat salıp korkurdular Hüseynim vay Hüseynim vay Hüseynim vay Hüseynim vay Hüseynim vay Hüseynim vay Hüseyin Hüseynim vay Hüseynim vay Ceylan gözlü Rüqeyyemi Ceylan gözlü Rüqeyyemi Yana yana aktarmışam Ayağında dikenleri Kirpiğimle çıkarmışam Ayağında dikenleri
kirpiğimle çıkarmışam. Hüseyin'im vay Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay. Vay Hüseyin'im, Hüseyin'im vay. Xeymelerde akşam çağı, yüreğimde Hüseyin dağı. Xeymelerde akşam çağı, yüreğimde Hüseyin dağı. Yanan çadırlarda gördüm Şam-ı gariban otağı. Yanan çadırlarda gördüm Şam-ı gariban otağı. Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im. Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im vay. Yetimlere penah oldum, ağlaştılar mengehr oldum. Yetimlere penah oldum, ağlaştılar mengehr oldum. Sensiz kardeş torpak oldum, esen yerlere savruldum. Sensiz kardeş toprak oldum, esen yerlere savruldum. Hüseyin'im vay, Hüseyin. Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im. Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im vay. Lebbeyke ya Zeynep. Allah kabul eylesin. Nes'elüke Allahümme ve nedûk bi ismikel azam ilahi ya Allah ya Allah ya Allah. Ya Allah ya Allah ya Allah. Emmen yücibel mustarre izâ da'ahu ve yekşufus su. Emmen yücibel mustarre izâ da'ahu ve yekşufus su. Hacetlerimi nezarda al. Amman yücibal mustarra izâ da'ahu ve yekşufus su. Ferec İmam-ı Zaman. Amman yücibal mustarra izâ da'ahu ve yekşufus su. Hastaları amman yücibal mustarra izâ da'ahu ve yekşufus su. Gençlerimizin selametine. Amman yücibul mustarra izâ da'ahu ve yekşufus su. Amman yücibul mustarra izâ da'ahu ve yekşufus su. İlahi bu tevessülleri, bu sinezenlikleri, bu ihsanları ya Rabbel Alemin, bu toplantıları Ağa Emirül Mu'mininin Hanım Fatıma Zehra'nın mehzerinde, İmam-ı Zaman'ın mehzerinde kabul eyleyiniz. Amin diyenleri lal öldürmeyiniz. İlahi sen Muhammed Ali Muhammed'in hürmetine her hacetleri var, hacetlerin kabul eyleyiniz. Hastalarımıza şefa verginin, afiyetimizi elimizden almayın. Ziyaret Hazreti Zeynep'i, ziyaret Ehl-i Beyti, ziyaret-i Kabe'ni hepimize nasip eyleyiniz. Her türlü emeği olan da bu toplantılarda ya Rabbel Alemin hayır ve berekatı onlara ata eyleyiniz. İslam ülkelerimizi ahiret zaman belasından koruyun. İlahi Muhammed Ali Muhammed'in hürmetine gözlerimizi İmam zamanımızın zuhuruyla ışıklandırın. İlahi Muhammed Ali Muhammed'in hürmetine İslam ülkelerin İsrail'in şerrinden koruyun. Afiyetimizi elimizden almayın. İlahi dualarımızı kabul eyleyiniz. Müminin müminat bedvarisi bibaris şehada İslam dini Kur'an bu cəmin emmati bu camiden Allah'ın rahmetine kavuşanlar Allah hepsine rahmet eylesin inşallah.
Onlar iki boyunlarımızda hakları var. Onlara da Allah rahmet eylesin. Ulema, sulaha, emmatil hazirin, bacıların, ölenlerin yad ele. El-Fatiha me'as salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ettel farac. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Allah kabul eylesin inşallah. Allah.